Bu qadın həyatda sahib olduğu tək varlığı oğlu ilə birlikdə yaşayır. Bir gün təcili işə getməli olduğu üçün oğlunu evdə tək qoymalı olur. İşdən evə qayıdanda hər yerdə oğlunu axtarsa da tapa bilmir. Polisə zəng edib oğlunun itmiş olduğunu, təcili kömək istədiyini bildirir. Polis qadının yalvarışlarına məhəl qoymur və 24 saatdan tez kömək etməyəcəklərini bildirir. Uşaq da tapılmır. Bu hadisənin üstündən 5 ay keçir. Qadın tam ümidsizliyə qapılmışkən polis gəlir və oğlunun tapıldığını bildirir. Həyəcan və kədərdən gücdən düşmüş ana oğlunu qarşılamaq üçün vağzala qaçır. Tam oğluna qovuşacaqkən birdən şoka düşür. Çünki bu uşaq qadının oğlu deyildi. Şok içində "Bu mənim oğlum deyil" deyir. Polis "Necə yəni sənin oğlun deyil? Bu sənin oğlundur. Sadəcə zaman keçib və biraz dəyişib. Gedin evə, biraz birlikdə zaman keçirin. Görəcəksən ki, bu sənin oğlundur. Sadəcə stressdən oğlunun üzünü unutmusan." Ana yenə polisə etiraz etmək istəyirdi ki, oğlan gəlir ananı qucaqlayır və deyir ki, "Mən sənin oğlunam, Volturam." Çarəsiz qadın nə edəcəyini bilmir və uşaqla birlikdə evə gedir. Evdə uşağı çimdirəndə uşağın sünnət olmuş olduğunu, boynunsa öz oğlundan çox daha qısa olduğunu görür. Polisə gedib bir anlaşılmazlıq olduğunu, bunun öz oğlu olmadığını deyir. Polis bu məsələni bağla və oğlunu qəbul elə, yoxsa sənin üçün çox pis olacaq deyə qadını təhdid edir. Qadın bunu qəbul etməyəcəyini, şikayət edəcəyini bildirir. Polis də qadının dəli olduğunu, öz oğlunu tanıya bilmədiyini deyib, onu dəli damğası vurub dəlixanaya saldırır. Bu film son zamanlarda izlədiyim ən maraqlı filmlərdən biri idi. Gerçək hadisələr əsasında çəkilmiş olması filmi daha da təsirli edir. Bu janrı sevən hər kəs bu filmi mütləq izləsin. Əgər film sənə maraqlı gəldisə, amma izləməyə vaxtın yoxdursa, heç narahat olma. Çünki 2 saat yarımlıq filmi 10 dəqiqə ətrafda danışdığım videonu YouTube-da izləyə bilərsən. Videoyu keçid etmək üçün profilimə girib biodakı linkə klikləyə ya da YouTube-da ətraflı icmalı change link deyə axtara bilərsən.